Sual 83. Bizə bir cədvəl vermiş və Y maddəsinin nə deyir bizə? Deyir ki, 20 dərəcə C-də Y-in həll olunma əmsalı x-dir, 20 dərəcə C-də Y-in kütlə payını faizindən ifadə eləmək lazımdır. Dəyərli dostlar, burada bir şeyə diqqət eləmək lazımdır ki, həll olunma əmsalı x-dir. Bu sözün özünün mənası var. Bu o deməkdir ki, yəni hər 1000 qram suda x qram maddə həll olubdur. Baxın, bu 1000 qram sudur, x qram da maddədir. Yəni duzdur falan nədirsə də artıq. Onda belə çıxır ki, məhlulun kütləsi nə qədər olacaq? 1000 plus x. Bu bizim məhlulun kütləsidir. İndi mən məhlulun kütlə payını tapmaq istəyirəmsə, baba olsun məhlul, omega bərabər olacaq. Həll olan maddənin kütləsi. Yəni baxın bu x-i böləcəm məhlulun ümumi kütləsinə. Yəni 1000 plus x-a, 1000 plus x. Sonra bunu da bir də vuracam 100%-ə. Yəni doğru cavabımız 100x bölünsün 1000 plus x, yəni B variantı. Sual 84. Bizə bir cədvəl verilmiş. Y maddəsi 20 dərəcə C-də kütlə payı omega qədərdir. 20 dərəcə C-də Y-in həll olma əmsalını tapmaq lazımdır. Dəyərlər, belə təsəvvür eləyək. Bizim 100 qramlıq məhlullarımızdır. Həll olan maddənin kütlə payı da omegadır. Yəni 100-ün də omega faizi elə omega qram deməkdir. Omega qram bizim nəyimiz var? Deməli, həll olan maddə varımızdır. Niyə bu qənaətə gəldim? Belə təsəvvür elədim ki, 100 qramlıq məhlul var. 100-ün də məsələm üçün deyirəm 20% ilə 20 qram demək deyildi və yaxud da 10% ilə 10 qram demək idisə, omega faizli, omega qram həll olan maddə var anlamına gəlir. Bəs yaxşı onda həll edicinin kütləsi nə qədər olacaq? Baxın, ümumi məhlul əgər 100-dürsə və burada da həll olan maddə omegadırsa, onda həll edici olacaq 100 çıxılsın omega. Bu da olacaq bizim həll edici. İndi mənə nə deyir? Deyir ki, həll olma əmsalını hesablayın. Həll olma əmsalı bizə burada x veribdir. Həmin o x də bərabər olacaq. Həll olan maddə, yəni omega, bölünsün. Həll edici, yəni 100 çıxılsın omega, vurulsun 1000. Yəni 1000 omega bölünsün 100 çıx omega deyə bir variantımız olmalıdır. D variantında. Sual 85. Bizə deyir 24 qram kükürdün 200 ml benzolda həll olmasından alınan məhlulda kükürdün kütlə payını hesablayın. Dəyərli dostlar, gəlin birinci neyini? Baxın, 24 qram kükürd bu həll olan maddədir. Həll olan. Sonra yerdə qalır həll edici. Həll edici də benzoldur. Benzolun bizə həcmində veribdir. Sıxlığını da veribdir. Biz bunlardan istifadə edəcəyik. Baxın, V də verilibdir, Rho da verilibdir. Biz bunlardan istifadə edəcəyik benzolun, yəni həll edicinin kütləsini hesablayacağıq. Mən həll edicinin kütləsini hesablayıram. Deməli, Rho bərabərdir M bölünsün V düsturundan. M bərabərdir Rho vurulsun V. Bu da bərabərdir 200 vurulsun 0.88. Bu da bərabər eləyəcək 2 vurulsun 88. Belə bir şey eləyəcək. Kütləni tapdıq. 2 vurulsun 88-dir. 2 vurulsun 88-də neçə eləyəcək? Deməli, 176. 176 qram benzol. Aha, deməli biz, baxın, benzol. Bu da həll edicidir. Bunun kütləsini də tapdıq. Elədi, 176 qram. Onda bizim məhlulumuzun kütləsi bu ikisinin kütlələrinin cəminə bərabərdir. Yəni, eləyəcək 200. Qısası 200 qramlıq bir məhlul varımızdır. Bizə nə deyir? Deyir ki, alınan məhlulda kükürdün kütlə payını hesablayın. Omega bərabər olacaq. Kükürdün kütləsi, yəni 24. Yəni həll olan maddənin kütləsi bölünsün məhlulun kütləsi, yəni 200. Vurulsun 100. Bunlar ixtisacağız. Aşağıda 2 qalacaq. 24-də 2 bölüncüm eləyəcək 12%. Yəni D variantı. Sual 86. 22 qram kükürdün 600 ml benzolda həll olmasından alınan məhlulda kükürdün kütlə payını hesablayın. Deməli, həll olan maddə varımızdır. Həll olan bərabərdir 22 qram kükürd. İndi həll edicinin kütləsini tapaq. Həll edicinin bizə həcmini də veribdir, sıxlığını da veribdir. Onlardan istifadə edib onun kütləsini hesablayacaq. Düsturumuz var idi. Rho bərabərdir M bölünsün V. Buradan da M bərabərdir Rho vurulsun V. Bu da bərabərdir. Rho-nu bizə veribdir 0.
88 üstə gəldim. Həcmi də veribdi bizə 600. Bu da bərabərdir. Biz 6-nı vuracağıq 88-ə. Bu da neçə eləyəcək? Deməli 6 8 48, 6 8 48 oldu. 52. 528. Deməli, həll edici də bəllidir. 528 qram. Onda bizim məhlulumuzun kütləsi nə qədərdir? Məhlulumuzun kütləsi bu iki kütlənin cəminə bərabərdir. Yəni 550 qram da məhluldur. İndi mənə nə deyir? Deyir ki, kükürdün kütlə payını tapın. Yəni omeqanı tapın. Omega bərabərdir. Kütlə payını tapmaq üçün həll olan maddənin kütləsini, yəni 22 qramlıq kükürdün kütləsini böləcəyik məhlulun ümumi kütləsini, yəni 550-yə və sonra da bunu şiddətli bir şəkildə vuracaq 100-ə. Bu sıfırları ixtisar aparaq. Burada 11-ə ixtisar gedir. Aşağıda 5 qalır, yuxarıda 2 qalır. 20-də 5-ə bölündə eləyəcək 4. Yəni düzgün cavabımız D variantı. Sual 87. Sıxlığı ρ1, kütləsi m1, mol miqdarı nü1 olan maye ilə sıxlığı ρ2, kütləsi m2, mol miqdarı nü2 olan mayeni qarışdırıb məhlul aldılar. Mayelər bir-birlə reaksiya daxil olmursa hansı ifadələr doğrudur? Məhlulda ümumi mol sayı nü1, nü2-dir. Dəyərli dostlar, bu doğru ifadədir. Məsələn üçün deyək də 5 mol bir şeydən, 6 mol bir şeydən tökmüsünüz bir-birinin üzərinə. Təbii ki, burada cəmi olacaq 11 mol maddə. Siz mol miqdarlarını topladınız. Sonra məhlulun kütləsi də iki kütlənin cəminə bərabər olacaq. Deyək ki, 500 qramlıq məhlul 1 götürmüşdünüz, 600 qramlıq məhlul da 1 götürmüşdünüz. Bunların ikisini üst-üstə töküncə 500-dən 600 toplayacaq, eləyəcək 1100. Nəysə, bu da keçərlidir. Amma sıxlıqların cəminə bərabər ola bilməz. Sıxlıq hər zaman iki sıxlığın bir kütlə payıdır, bir də sıxlıqdır. Deməli, sıxlıq iki sıxlığın arasında olacaq. Yəni, məsələm üçün deyirəm də, balaca sıxlıqdan böyük, böyük sıxlıqdan balaca olacaq. Yəni, bizim misalımız üçün konkret desək, ρ1 ilə ρ2-nin arasında olacaq yekun sıxlıq, ρ son desək buna. Bunların ikisində arasında bir ədəd alacaq. Heç vaxt bunların cəminə bərabər ola bilməz. Ona görə düzgün cavabımız 1 və 2, yəni C variantı olacaq. Sual 88. 3 hissəyə bölünmüş qabın hər bir hissəsində şəkildə verilmiş miqdarda X maddəsi həll edilir. Tıxaclar açıldıqdan sonra hansı hissələrdəki məhlulun qatılığı artar? Dəyərli dostlar, gəlin bir-bir bu qablardakı maddələrin, məhlulların sıxlıqlarına baxaq. Birinci qabda olan məhlul, yəni omega 1 deyək, bərabərdir. Həll olan maddənin kütləsi, baxın 18-dir. 18 bölünsün məhlulun ümumi kütləsi. Məhlulun ümumi kütləsi də 18 ilə 54-ü toplayacaq. 18 ilə 54-ü toplayanda da bu da eləyir 72. Vururam bunu 100%-ə. Bu da bərabərdir. Buna bir ixtisar gedəcək 4 dəfə. 100-ü də 4-ə böləndə eləyəcək 25. Qısası birinci qabımızda 25%-li məhlul varımızdır. İkinci qabağa baxırıq. Su ilə duzun kütləsi bərabər olduğundan bu 50%-li məhluldur. Həmçinin 50-50 su ilə duzun kütləsi bir-birinə bərabər olduğundan bu da 50%-li məhluldur. Deməli, belə bir qayda qanun var. Məhlula, əgər ondan qatı məhlulu qarışdırırsınızsa, məhlulun sıxlığı artır. Yox, ondan duru məhlulu qarışdırırsınızsa, məhlulun sıxlığı azalar. Mən bu tıxacları aradan qaldırsam, 25%-li məhlul bu ikinci və üçüncü qabda olan 50%-li məhlulların qatılığını azaldacaq. Amma eyni zamanda öz qatılığı da artmış olacaq. Niyə? Çünki o özündən qatı məhlullarla qarışır. Onda belə çıxır ki, birinci qabda qatılıq artacaq, ikinci və üçüncü qabda isə qatılıq azalmış olacaq. Düzgün cavabımız C variantı olacaq. Sual 89. Bizə 3 hissəyə bölünmüş qab veribdir. Və nə deyir? Deyir ki, hər bir hissədə şəkildə verilmiş miqdarda X maddəsi həll edilir. Tıxaclar açıldıqdan sonra hansı hissələrdəki məhlulun qatılığı artar? Baxın, qatılığı artar deyir. Məhlulun qatılığı nə zaman artırdı? Ona özündən daha qatı məhlul əlavə etsək. Birinci qabda 50%-li məhlul var. Niyə? Çünki baxın, həll olan maddə ilə həll edicinin kütləsi bərabərdir. 50%-li deməkdir bu. Yarısı elə bir həll olandır, yarısı həll edicidir. Burada da həmçinin eyni qaydada 50%-li məhlul var. Amma ikinci qabdasa 60%-li məhlul olacaq. Yəni necə olacaq? Omega bərabər olacaq.
həll olan maddənin kütləsi, yəni 150 bölüsün məhlulun ümumi kütləsi, yəni 250 vurulsun 100. Deməli, bunlar ixtisar gedəcək, bundan bu ixtisar gedəcək 4 dəfə 4 15-ə vuranda eləyəcək 60%. Qısası, bu qabımızda 60%li məhlul var. Əgər bizə deyir, qatılığı artar, deməli, əgər mən tıxacları aradan qaldırsam, belə çıxır ki, 60%li məhlul 2 dənə 50%li məhlulla qarışacaq. Yəni, onların qatılığını artırmış olacaq. Ona görə düzgün cavabımız 1 və 3, yəni Y variantı olacaq. Sual 90. 25 qram mis kuporosu 75 qram suda həll edildikdə neçə faizli kuprum sulfat məhlulu alınır? Burada 2 dənə əməliyyat aparacaq. Aparacağımız birinci əməliyyat. Gəlin görək, 25 qram mis kuporosunda nə qədər mis 2 sulfat var? Mis kuporosu kuprum SO4 vurulsun 5 molekul su. Baxın, buna mis kuporosu deyirlər. Və bunun emerinə diqqət edin 250-dir. Yəni 250 qramlıq bir kuporosda 160 qram mis 2 sulfat var. 160 qram var. Amma mənə hal-hazırda 25 qram kuporos verib. 25 qram kuporos da var. X da bərabər olacaq 16 qram kuprum SO4. Sonra ikinci əməliyyatımız. İkinci əməliyyatımız gəlin məhlulun kütləsini tapaq. Məhlulun kütləsini tapmaq üçün nə edəcəkdik? Baxın, bu 25 qramlıq kuporosun üstünə 75 qram su gələcək. 25 plus 75. Bu da eləyəcək 100 qram məhlul. Deməli, məhlulumuzun kütləsi də var, həll olan maddəmizin kütləsi də var. İndi mənə nə deyir? Deyir ki, neçə faizli məhlul alınır. Yəni, omeqanı istəyir. Üçüncü əməliyyatda omeqanı tapmaqdır. Omeqanı da tapmaq üçün həll olan maddənin kütləsini, yəni 16 qramı, baxın, həll olan maddə kuprum SO4 16 qram, böləcək məhlulun ümumi kütləsinə, yəni 100 qrama və sonra bunu bir də 100-ə vuracaq. 100-lər ixtisar getdi, qaldı 16 faizli məhlul, yəni A variantı. Sual 91. Bizə deməli 80 qram 20%li kuprum sulfat məhlulu hazırlamaq üçün neçə qram kuprum sulfat vurulsun 5 molekul su götürmək lazım olduğunu soruşur. Dəyərli dostlar, deməli birinci aparacağımız əməliyyat nədir? Gəlin belə edək, məhlulun içərisində nə qədər kuprum sulfat olduğunu tapaq. 80 qram bizə deyir ki, 80 qram məhluldur və bu 20%lidir. 80-ın 20%də nə edəcək dəyərlər? 16 qram eləyəcək. Qısası mənim əlimdə 16 qram mis 2 sulfat var. İndi görək, bu qədər mis 2 sulfat neçə qram kuporosun tərkibində var? Dəyərli dostlar, kuporosun formulu baxın budur. Və görürsünüz ki, onun hər 250 qramında 160 qram mis 2 sulfat var. 160 qram. Yaxşı, indi bəs bizim tapdığımız bu 16 qramlıq mis 2 sulfat nə qədər kuporosun tərkibində var? Buna bir X deyək. X da buradan bərabər olacaq 25 qram. Düzgün cavabımız C variantı. Sual 92. Bizə qəşəng dənə qrafik veribdir və deyir ki, doğru ifadələri müəyyən edin. Birdə deyir ki, həll olan maddələrin kütləsi dəyişmir. Dəyərli dostlar, gəlin birinci bu nöqtəyə diqqət edək. Bu nöqtədə biz nə görürük? Məhlulun kütləsi 100 qramdır, həll olan maddənin faizi 20%dir. 100-ün 20% nə deməkdir? 20 qram olmaq deməkdir. Yəni bu nöqtədə M həll olan bərabər olacaq 20 qram. Niyə? Çünki məhlulun ümumi kütləsi 100 idi, onun da 20% əgər həll olansa, qısası bu 20 qram deməkdir həll olan maddə. İndi bu nöqtəyə diqqət edək. Bu nöqtədə məhlulun ümumi kütləsi 200-dür, onun 10% həll olan maddədir. 200-ün də 10% eləyir 20 qram. Yəni, yenə də M həll olan bərabər oldu 20 qram. Qısası, biz gördük ki, həll olan maddənin kütləsi dəyişmədi. Mənə deyir, doğru ifadələr müəyyənləyin. Yəni, bu doğru ifadədir. Bir olan sıranı qısası götürmək zorundayıq. Keçirik ikinci. Məhlula su əlavə edilmişdir. Bəli, əgər həll olan maddə sabitdir, məhlulun kütləsi də 100-dən 200-ə qalxıbsa, deməli, bura su töküblər. Qısası ikinci fikirdə doğrudur. Məhlula həll olan maddə əlavə edilib. Xeyr, həll olan maddənin kütləsi dəyişməmişdir axı. Ona görə bu fikir yanlışdır. Düzgün cavabımız D variantı. Sual 93. Qrafikdə müxtəlif məhlullarda suda həll edilmiş duzun kütləsi ilə duzun məhluldakı kütlə payı arasındakı asılılıq verilmişdir. Məhlulda həll olan maddənin kütləsi A qram olarsa, suyun kütlələri arasında
Münasibətin müəyyənliyi. Dəyərli dostlar, belə bir şey var. Omega bərabərdir. M həll olan bölünsün. M həll olan üstünə gəlirəm. M həll edici. Əgər bizə həll olan maddənin kütləsini, baxın, A nöqtəsi deyir. Bax, bu nöqtədə də, bu nöqtədə də, bu nöqtədə. Həll olan maddənin kütləsini A verərsə, onda omega bərabərdir. A bölünsün. A plus M həll edici. Biz burada nə görürük? Görürük ki, məhlulun qatılığı nə vaxt artıq olur? Həllici ilə axı tərs asılıdır. Həll olan maddənin kütləsi sabitdirsə, hansında ki, qatılıq çoxdur, bu o deməkdir ki, burada həll edici az olubdur. Hansında ki, qatılıq azdır, həll edici burada nə olubdur? Çox olubdur deməkdir. İndi bizim birinci nöqtəyə baxın. Birinci nöqtə həll olan maddənin qatılığı daha yüksəkdir. Onda belə çıxır ki, burada həll edicinin kütləsi daha azdır. Deməli, birinci nöqtədə həll edicinin kütləsi minimaldır. Üçüncü nöqtədə isə, əgər qatılıq azdısa, onda belə çıxır ki, həll edici çox olub burada. Buradan belə bir qənaətə gəlir ki, deyir ki, məhlulda həll olan maddənin kütləsi A olarsa, suyun kütlələri arasındakı münasibət. Suyun kütləsi üçüncüdə maksimumdur, birincidə minimumdur, yəni B variantı. Sual 94. Bizə qəşəng bir cədvəl verib və cədvəldə nə deyir? Deyir ki, qarşıdırılan məhlulların kütləsi və həll olan maddənin kütlə payı M1 omega 1, M2 omega 2-dir. Alınan məhlulda həll olan maddənin kütlə payı isə omega 3-dür. Və bizə nə deyir? Deyir ki, bəs əgər omega 1 kiçik də omega 3-dən, o da kiçik də omega 2-dən olarsa, M1 bölünsün M2 nisbətini müəyyən eləyin. Dəyərli dostlar, belə bir şey var. Deməli, M1 omega 1, burada yazıram M2 omega 2. Bu bizə verilən ilkin məhlullardır. Mən nə almalıyam? Omega 3 tapmalıyam. Omega 3-ü tapmaq üçün də mən böyükdən kiçik çarpaz istiqamətdə çıxacam. Çarpaz istiqamətdə böyükdən kiçik çıxacam. Və bizə deyir ki, omega 2 maksimumdur, böyükdür. Onda belə çıxır ki, omega 2 çıxılsın omega 3 olacaq. Sonra omega 3 isə omega 1-dən böyükdür. Onda belə çıxır ki, omega 3 çıxılsın omega 1 olacaq burada. Yəni M1 kütləli maddədən bu qədər, M2 kütləli maddədən isə bu qədər götürməliyəm. Qısası, əgər mənə M1 bölünsün M2 deyirsə, yəni bu gördüyünüz ədədi, yəni omega 2 çıxılsın omega 3-ü böləcəm omega 3 çıxılsın omega 1-ə. Bu da harada göstərilibdir? Göstərilibdir A variantında.